Dünən Samirə xanım 12 xal verdi, erməni müğənninin taleyini mən bir balaca araşdırdım, indi şoka gələsiniz. 1998-ci ildə Martunidə Ermənistanda dünyaya göz açıb, 1926-cı ilə qədər həmin Martuninin adı Qaranlıq idi. Amma söhbət ondan getmir. Ən maraqlısı odur ki, 2019-cu ildə hərbi xidmətdə olub. Amma harda? Ermənilər yazırlar ki, Dağlıq Qarabağ Muxtar vilayətində. Doğrudan. To ist 2020-yə qədər orada xidmətdə olsaydı, müharibə başlayanda demək olar ki, Azərbaycana qarşı vuruşacaqdı. Düzdür? Bu, Dağlıq Qarabağda hərbi xidmətdə olub. Qayıdandan sonra isə davam edib musiqili karyerasını. Bunu erməni saytları yazır. Filip Kirkorovun dostudur, qardaşıdır, ulduzudur. Fərqi yoxdur. Sənət deyilsin, sənətdir. Amma bu insan hərbi xidmətdə olub Dağlıq Qarabağda. Ermənilər orada olanda. İndi isə özünüz bir seçim eləyin, deyin fikirlərinizi.